hesab edirəm ki, gənclərimiz Bugün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2016-cı il ərzindəki fəaliyyətinə və 2 fevral Gənclər Günü əsr olunan tədbir keçirilib. Tədbirdə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, millət vəkilləri, gənc fəallar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ötən ilki fəaliyyətinə əks etdirən hesabat xarakterli fotoslayd təqdim edilib. Mərasimdə çıxış edən baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, partiyaya daxil olan gənclər həm partiyanı gücləndirir, həm də özlərinin ictimai fəaliyyətləri üçün çox güclü meydança əldə edirlər. Bütün sahələrdə gənclərimiz üçün geniş perspektivlər açılıb. Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində gənclərə xüsusi önəm verilməsi bunu bir daha göstərir. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı 2016-cı ildə səmərəli fəaliyyət göstərir və bütövlükdə ölkəmizdə 2016-cı ilin uğurlarında, nailiyyətlərin əldə olunmasında bütövlükdə ölkə gənclərinin böyük töhfələri olduğunu mən ayrıca vurğulamaq istəyirəm və bu mənada 2016-cı ilin uğurları ilə 2016-cı ildə əldə olunan nailiyyətlərlə əlaqədar keçirilən bütün tədbirlərdə gənclərin yaxından iştirak etməsi və öz təqdimatlarını irəliyə sürməsi hesab edirəm tamamilə məntiqə uyğundur. Tədbirin sonunda partiyaya yeni qəbul olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub. Gənclər Birliyinin fəaliyyətində aktiv iştirakına görə isə müxtəlif nominasiyalar üzrə bir qrup fəala sertifikat və qiymətli hədiyyələr verilib. Mərasimə bədii hissə ilə yekun vurulub. Cabir Məmmədov, Ceyhun Rasimoğlu, Cəlil Rəcəbli, Səs TV.